Açıqlayıram sualları. Bunlar açıq suallardır. Sualları baxın, fikir verin. Hər qrupun 2 sualı var. Hər qrup öz sualına yaxşı diqqət etsin. Birinci sualı deyirəm. 9-cu əsrdə ərəb xilafətinin xeyli zəifləməsi nə kimi nəticələr doğurdu? Açıqlasana. 9-cu əsrdə xilafət xeyli zəifləmişdi. Feodal münasibətlərin möhkəmlənməsi nəticəsində feodalların mövqeyi qüvvətlənmiş, əyalət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə və ölkənin işğal olunmuş torpaqlarında azadlıq hərəkatı geniş iqtisad almışdır. Getdikcə artmaqda olan feodal hökumətçiliyi mərkəzi hakimiyyətə qarşı tutmaqda idi. Bəli, əyniş. İkinci sualımız. Gladiatorun suallarını açın. Açın mı test sualının birincisi? Baxın. Azərbaycanda siyasi dirçəliş başlandı. Variantları açıram. A variantı 8-ci əsrin sonlarında. B variantı bu Rəmlər hərəkatı dövründə. C variantı 11-ci əsrdə. D variantı ərəb xilafətinin süqutundan sonra və axırıncı Y variantı 10-cu əsrdə. İndi fikir verin. Gladiator fikir versin. Görək hansı variantda Azərbaycanda siyasi dirçəliş dövrünün başlanması. Hansı variant? Görüm sən. Ərəb xilafətinin süqutundan sonra Azərbaycanda siyasi dirçəliş başlandı. Dirçəliş başlandı. Mən sualımı təsdiqləyirəm. Hansı variantdır? Mən D variantıdır. D variantıdır. Özün yoxdursan? Mən bəli. Təsdiqləyirsən, açım cavabı. Mən bəli təsdiqləyirəm. Əyniş. Deməli, Sərvanın cavabı təsdiqini tapdı. D variantı. Ərəb xilafətindən sonra Azərbaycanda siyasi dirçəliş başlandı. Baxın. Digər sual açıram. Azərbaycan mədəniyyətinin 9-11-ci əsrlərdə inkişafı üçün şərait yaratdı. Variantları yazıram. A variantı. Ərəb xilafəti dövründə Azərbaycanın bir dövlət tərkibində birləşdirilməsi. B variantı. Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş dövlət ənənələrinin bərpası. C variantı. Xilafətin elmə göstərdiyi qayğı. D variantı. Xilafətin mədəniyyətə göstərdiyi qayğı. Və axırıncı Y variantı. Feodal münasibətlərinin sürətli inkişafı. Baxın, siz üçün görək hansı variant? Sərvan deyil. Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş dövlət ənənələrinin bərpası Azərbaycan mədəniyyətinin 9-11-ci əsrlərdə inkişafı üçün şərait yaratdı. Sənin cavabını. Mən bəli. Açın. Bəli mən. Düzdür. Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş dövlət ənənələrinin bərpası. Əyləş, Sərvan.